Azərbaycanda orden və medalları geri alınan 10 şəxs hansılardır? Bəziləri çox yüksək vəzifələr tutub. Hətta baş nazir belə olan var. Söhbət kimlərdən gedir? Yerin Qulağı kanalı son günlər ölkəmizdə əsas gündəm mövzusu olan Ramiz Mehdiyev məsələsini nəzərə alaraq Azərbaycanda ordenləri geri alınan məmurları araşdırıb. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Budur, indiyədək orden, titulları və medalları geri alınan 10 şəxs. 10-cu yerdə sabiq baş nazir Surət Hüseynov gəlir. Azərbaycanın milli qəhrəmanı adından məhrum edilib. Surət Hüseynov 1993-cü ilin iyununda baş nazir təyin olub. 1994-cü ilin oktyabrın 6-sında Milli Məclis üzvlüyündən, oktyabrın 7-sində isə baş nazir vəzifəsindən uzaqlaşdırılıb. Azərbaycanın milli qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edilib. 9-cu yerdə sabiq Səhiyyə naziri Əli İnsanov gəlir. Bir çox titulları, akademik fəxri adı geri alınıb. 2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs edilən sabiq Səhiyyə naziri Əli İnsanovdan bir çox titulları, o cümlədən akademik fəxri adı geri alınıb. 8-ci yerdə Akif Çovdarov yer alır. General rütbəsi digər orden və medallardan məhrum edilib. 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilən, 3 il sonra isə imzalanmış əfv sərəncamı ilə azadlığa çıxan Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. 7-ci yer general-mayor Mövlam Şıxəliyev. Ləğv edilmiş MTN Baş İstintaq İdarəsinin rəisi, vətənə xidmətə görə 3-cü dərəcəli ordendən, hərbi xidmətlərə görə və vətən uğrunda qüsursuz xidmətə görə 1-ci dərəcəli, qüsursuz xidmətə görə 2-ci dərəcəli və qüsursuz xidmətə görə 3-cü dərəcəli medalları və digər təltiflərdən məhrum edilib. 6-cı yer general-mayor Nizami Məmmədov. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi təltiflərdən məhrum edilib. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov da təltiflərdən məhrum edilənlər siyahısındadır. 5-ci yerdə Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Həsənov. Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi Tofiq Etibaroğlu Həsənov Ədliyyə generalı mayoru ali xüsusi rütbəsindən və vətən uğrunda medalından məhrum olunub. 4-cü yerdə Naxçıvanın sabiq Daxili İşlər naziri Əhməd Əhmədov yer alır. Naxçıvanın sabiq Daxili İşlər naziri Əhməd Əhmədov da təltifləri əlindən alınan şəxslər arasındadır. O, Daxili Xidmət general-mayoru ali xüsusi rütbəsindən, polis general-leytenantı ali xüsusi rütbəsindən, general-leytenant ali hərbi rütbəsindən və Azərbaycan bayrağı ordenindən məhrum edilib. 3-cü yer sabiq hissə komandiri Rasim Əkbərov. Goranboy rayonundakı en saylı hərbi hissənin sabiq komandiri Rasim Əkbərov 2001-ci ildə dövlət çevrilişinə cəhdə ittiham olunub və milli qəhrəman adından məhrum edilib. 2-ci yerdə general Nizami Şirinov gəlir. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Əks Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general rütbəsi, həmçinin orden və medalları alınıb. Və 1-ci yerdə son günlər ölkədə böyük səs-küyə səbəb olan, hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunan Ramiz Mehdiyev gəlir. Prezident administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı son günlər ardıcıl şəkildə rəsmi siyahılardan silinir. O, artıq Təhlükəsizlik Şurasının üzvləri arasında yoxdur. Prezidentin saytındakı bioqrafiyası çıxarılıb. Ramiz Mehdiyevin Azərbaycanın ən ali ordeni olan Heydər Əliyev ordenindən və digər fəxri adlardan məhrum edilmə prosesinə start verilib. Azərbaycanda bundan əvvəl də nüfuzlu şəxslərin, sənət adamlarının dövlət mükafatlarından məhrum edildiyi hallar olub. Məsələn, yazıçı Əkrəm Əylisli bu aqibətlə üzləşən şəxslərdəndir. Onun Daş Yuxular romanı ictimai qınaq doğurdu. Nəticədə prezident tərəfindən verilən bütün mükafat və təltiflər ondan alındı. Ramiz Mehdiyev hazırda dövlət çevrilişinə cəhd, vətənə xəyanət və korrupsiya kimi ağır ittihamlarla istintaqa cəlb olunub. Dövlət resurslarında aparılan dəyişikliklər göstərir ki, Mehdiyevin adının dövlət salnaməsindən çıxarılması mərhələsi başlayıb. O, təkcə vəzifəsindən deyil, həm də dövlət yaddaşından silinməkdədir.
Çünki dövlətin verdiyi ən yüksək ordeni daşımağa sadəcə keçmiş xidmətləri bəs etmir. Prezident administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi planı ilə bağlı Rusiyaya ünvanladığı məktubu ortaya çıxandan sonra onun 50 nəfərdən ibarət yaratmaq istədiyi Dövlət Şurasında kimlərin yer aldığı məsələsi əsas müzakirə mövzularından birinə çevrilir. Ramiz Mehdiyev məktubda qeyd edir ki, hakimiyyətin 3 qolunun qanunvericilik, icra və məhkəmə fəaliyyətinə nəzarəti 50 üzvdən, təcrübəli dövlət məmurlarından, iqtisadçılardan, hüquqşünaslardan, elm və mədəniyyət nümayəndələrindən ibarət Dövlət Şurası təmin edəcək. Mehdiyevin Dövlət Şurasında təmsil olunacaq 50 nəfəri daha öncədən müəyyənləşdirdiyi və bu üzvlər arasında müxalifət nümayəndələrinin də yer aldığı haqqında məlumatları var. Barəsində hakimiyyəti zorla ələ keçirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə cinayətləri ilə bağlı iş açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin yaşadığı villada axtarış zamanı müstəntiqlər maraqlı mənzərənin şahidi olub. Ramiz Mehdiyev yaşadığı villada otaqların birini iclas salonu edib. Belə ki, salonun başında özü üçün kreslo qoyduran Mehdiyev 50-60 nəfərin oturması üçün oturacaqlarla qoydurub. Bundan başqa Mehdiyevin oturduğu masanın sağ tərəfində çıxışçılar üçün nəzərdə tutan tribuna da qurulub. Görünür, Ramiz Mehdiyev gizli fəaliyyətinə buradan başlayıbmış. Amma Dövlət Təhlükəsizlik Xidmətinin onun bu məkirli planını yarımçıq qoyması səbəbindən Ramiz Mehdiyevin iclas salonu da iştirakçısız qalıb. Xatırladaq ki, Səbail Məhkəməsinin qərarı ilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilib. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.